Üzülərək mat təhlükəsi altında qalır. Lakin o zəif mərkəz piyadalar tərəfindən indi bağış görək də. D5. Mən bilim. C5. İndi piyadanın qaraların pis vəziyyətdə uğursuz oynayır qaralar sözümüzü. Biz pasiv oynayıb. Piyadanı verir ki, qəsdən. Qəsdən piyadanı verir. İndi görək. Yox. Fil 8. Topun xəttini açdı. Görək fili hardan çıxarır o. Görün nətər oyun qurur. Vəzir dedik, qayıtdı da var. Top Y5. Görün nə qüvvətli. Top dedik. Top Y8. Topları qoşalaşdırır. Vəzir S3. Top Y4. Yox. Vəzir F7. Görürsünüz, vəzir F7 ilə əks oynadır. Buradan fırladır. Şah burada narahat durur bax. At C3 qaçdı. Atı qaçdı. Fil aşağı. Bəli, fil aşağı vardı beynir. Niyə? Niyə orada? Bunlar üçün açıq ət. Hardan açıq ət var? Buradan yoxdur. Fil oradan çıxdı. Fikir verildi. Ağların atı necə geri çəkilir. Qaraların fili isə paylaşmağa başlayır. Ağların atı niyə geri çəkilir? Ona da bax, burada niyə vəzir F7-dən buradan at C3 çəkilir? Niyə? Niyə geri çəkilir? Piyadanı qorumaq. Bəli, piyadanı qorumaq üçün çəkilir. Topu da belə burası var orada. Burada olanda dəyişir. Sadəcə Y4-ü qorumaq biraz çətinləşibdir. Onun üçün geri çəkir. Geri çəkir, fildə, qaralan fildə fəallaşır. Vəzir F3 artıq müdafiə çəkilir. D5, zərbələr vurmağa başlayır. Nəhayət deyir, D7, bundan sonra vəzir artıq. Demək, F5 var, təhlükə yaradacaqdır qaralar. D5, bütün oyunu açırlar. Topları, hələ birinci D5 yox, topları boşalaşdırır eyni xəttdə və sonra hücuma keçir. Y5 D5, xətt açılan kimi nağarır. Qayıtın fikirlər. Məcbur edir vursun, ha. Məcbur olur, ha, vursun. Sonra özüm vuracaq. Bu şey. Nə var? Bəli, fil Y3. Fil Y3.